Ha. Yalan idi. Necə yəni yalan idi? Belə şeyin yalan olar. Bilirsən ki, mən bu qədər aylar ərzində nələr çəkmişəm. Özümü qatil kimi... Eşidirəm. Yaxşı. Sıra məndə, nə? Səndədir. O zaman mən etiraf edeyim. Yadındadır birinci dəfə küslü olduğumuz zaman. Elə o gün çoxdandır ki, xoşuma gələn bir qız var idi. Onunla görüşdüm. Yedi içdi, bütün gecəni də bir yerdə keçirdik. Səhərə yaxın qayıdıb gəldim evə. Bir dəfə də səndən yenə küsülüydük. Bir köhnə sevgilim axtarıb tapdı məni. Bilirsən də, bu köhnə sevgililər adamın yaxasından əl çəkməz. Bunu sən daha yaxşı bilirsən. Nəysə ki, onunla da görüşdük. Yedi içdik, bütün gecəni bir yerdə keçirdik. Səhərə yaxın da qayıdıb gəldim evə. Bir də sənlə axırıncı dəfə küslü olduğumuz zaman. Ama yox, o xəyanət sayılmıraq. Çünki xanımım idi. Özü o gecədən sonra hamilə belə qaldı. Daha sənin kimi yalandan yox. Həqiqi hamiləlik. Defol buradan. Görürsən də, həqiqət insanı necə yandırır. Rədd ol buradan. Rədd ol buradan.